Hər vaxtınız xeyir olsun. Biz sizi və izləyicilərimizi Ağdərədən salamlayırıq. Hazırda olduğumuz Sərsəng su anbarı ilk dəfə olaraq Prezident Kuboku beynəlxalq avar çəkmə reqatasına ev sahibliyi edəcək. Müsahibim isə Gənclər və İdman Naziri Fərid Qayıbovdur. Fərid müəllim, xoş gördük sizi. Yarış barədə ətraflı məlumatları və yaxud təəssüratları, həm də idmançılardan gözləntilər nələrdir, bu barədə məlumat bilmək istərdim. Çox sağ olun, təşəkkür edirəm. Növbəti idman bayramı münasibətilə təbrik edirəm. Doğrudan da bizim üçün çox böyük bir bayramdır. İlk dəfə olaraq Sərsəng su anbarında, bu möhtəşəm Sərsəng su anbarında, bu gözəl mənzərəli bir yerdə ilk dəfə olaraq tədbir keçirdirik. Bilirsiniz ki, ümumiyyətlə azad olmuş torpaqlarda artıq bir neçə idman növləri üzrə müxtəlif tədbirlər keçdi. Buna görə ölkə başçısı Cənab İlham Əliyevin müvafiq tapşırıqları var idi. Elə ölkə başçımız ötən il idmançılarla görüşündə də bu yarışların anonsunu da etdi hətta. Və bu günləri biz artıq bir neçə dövlətin iştirakı ilə buradayıq. Mən təbii ki, Su İdman Növləri Federasiyasına təbrik edirəm. Artıq 5-ci tədbirdir ki, onlar azad olmuş torpaqlarda eləyirlər. Bilirsiniz ki, bu tədbir yenə də su qovuşanda davam edəcək. Və inşallah yaxşı bir hal olur ki, hər ildir, davamlıdır və hər dəfə ölkələrin sayı da, iştirakçıların sayı da artır. Və təbii ki, bizim idmançılarımızın da uğurlu çıxışlarını müşahidə edirik və hər dəfə də onlar da inkişaf edirlər və daha çoxlu medallar qazanırlar. İnşallah ki, biz bayaq onda vurğuladıq ki, bu artıq köç olubdur biz bu tərəflərdə də və inşallah bu idman növü ilə burada məşğul olacaqlar bizim gənclərimiz, idmançılar, uşaqlarımız və növbəti illərdə də çox istərdik, arzumuz odur ki, onların da iştirakını burada görək. Təşəkkür edirəm Fərid müəllim. Xatırladım ki, müsahibimiz Gənclər və İdman Naziri Fərid Qayıbov idi. O, Prezident Kuboku beynəlxalq reqatası haqqında bizimlə fikirlərini bölüşdü. Mənim bu saata çatdıracaqlarım bunlar idi. Sözü yenidən xəbər mərkəzinə ötürürəm.